Aleyküm selam ve rahmetullahi ve berekatuhu. Maraqlı bir sual göndərilib və sualda deyilir ki, e, mən ara bir gün ərzində elə hiss edirəm ki, kimsə mənə toxunur, konkret toxunulur. Hiss edirəm ki, dəyildi bədənimin bir yerinə. Bu nə ola bilər? Sualın cavabına gəldikdə. Dəyərli müsəlmanlar, bax təbiidir ki, bu sualı hər halda verənin özü də və bunu kimə də verirsə, böyük ehtimalla ona bu sözü deyəcəklər. Səndə nəsə var. Sənə nəsə toxunur. Yəni şər qüvvə sənə toxunur. Nə oxuyum, nə edim, necə xilas olum bu məsələdən deyə bunun üzərində başlayacaqlar fərqli fikirlər irəli sürməyə. Amma sizə onu deyim ki, dəyərli insanlar, sən unutma, sən müsəlmansan. Müsəlmansansa, yer üzünün ən çox qorunan qulusan. Sən yer üzündə ən çox qorunansan. Əgər sənə bu cür müdaxilə olursa, onda kafirlər gərək yerindən sürünsünlər ki, şeytan onları o vəziyyətə salmalıdır, fiziki olaraq. Əgər sənə toxunurlarsa, gör onunla nələr etməli idilər. Hələ deyil, dəyərli insanlar, hələ deyil. Hökmən deyildir məsələni, istənilən bir problemi xurafata yozasan. Yəni biz bilirik, iman etmişik, şər qüvvə var, cinlər var, yad planetlilər var. Amma biz onu bəzilərinin düşündüyü tərzdə düşünmürük. Belə olmasını düşünmürük. Belə hallar əslində psixoloji hallardır. Yəni sənin sinirlərində problem var. Amma sən bu an düşünürsən, elə deyil axı, mən hiss edirəm və düppədüz də deyirsən, sənin bir yeri və toxunulur. O toxunma əslində nədir? Bizim bədənimiz bütovluqda əzələlərdən ibarətdir. Əzələ dediyimiz də bütov ət deyil, ya da bir cins deyil, material deyil. Kürəcik şəklindədir bədənimizin əzələləri. Kürəcik şəklində. Əzələlər bədənimizə paylaşılmışdır. Bizim bədənimizi oynadan və yaxud da ki, güc vurarkən orada əti sərtləşdirən, yəni onlar hamısı əzələlərdir ki, onlar bizə güc verir. Daha doğrusu bədənimizin gücüdürlər. Onlar kürəcik şəklindədirlər. Onların hamısı biri-birindən müstəqildir. Var biri-biri ilə əlaqələri. Hamısının biri-birinə əlaqəsi var və hamısı da beyin mərkəzinə bağlıdır. Amma kürəcik şəklində müstəqildirlər. Bəzən hansı isə əzələyə qan gəlmir, yaxşı qan gəlmir və olur özdə bəzən olur ki, o əzələnin biri sıradan çıxır. Əzələnin biri sıradan çıxanda həmən yerdə şiş yaranır. Şiş yaranır və onu bəzən əməliyyat edib götürürlər və bəzən müalicə edirlər, düzəldirlər. Deməli, həmən əzələyə yaxşı qan gəlməyəndə, sonra nədənsə olur, qan dövrü ora başlayır. Ora qan gəlməyə başlayanda, ora hərəkət edir. Çünki indi qan gəldi ora deyə, ora hərəkət edir. Və həmən hərəkət əsnasında sən mənim filan yerimə kimsə toxundu hissini yaşayırsan. Həqiqətən də belə olur, ha. Həqiqətən də belə olur. Yəni sən durmuşkən sənin bir nəfər böyrünə barmağını vursa, sən nəyi hiss edərsənsə, bax həmən yerdə əzələ varsa, ora qan gələndə də o hissi keçirirsən. Elə bilirsən kimsə toxundu sənə. Biz bunun elmi cavabını bilsək, daha bizi bu tülüncülər, fırıllaqçı mollalar bizi alladıb da, aha sənin bu sadə işindən istifadə edib, səni aparıb müəyyən qədər, nə bilim, əməliyyat eləyəcəklər, üstünə mənəm qara parçalar sərirlər, çıldağa aparırlar, çıldaqda pul xəzlətdirirlər. Təsəvvür edin, sən normal adam idin, sənin bədənini bax onlar cinlə doldururlar, şər qüvvə ilə doldurdular.
apardılar küfür obyektlərinə. Halbuki buna heç bir ehtiyac yoxdur. Onun ən gözəl çarəsi sənin hansı yerində o problem varsa, o yerə biraz yağ sürt, yağ deyəndə mümkündürsə qara zirə yağı, yoxdur zeytun yağı. Bir yağ sürt o əraziyə, biraz da geniş hissəsinə. Oranı ehmalca masaj elə. Ümumiyyətlə bədənimizin masaja çox ehtiyacı var. Çünki masaj olunandan sonra niyə insan yatmaq istəyir? Niyə insan çox özünü rahat hiss eləyir? Çünki qan dövranı bərpa olur bədəndə. Yəni masaj olunan yerlər, əzələlər əl dəyməyən yerlərdir və onunla masaj olundu və bir dəfəlik qan dövranı bərpa olur, insan özünü göydə uçurmuş kimi rahat hiss edir. Çünki bədənə hər yerinə qan çatır. Bədənin hansı yerinə qan çatmırsa, ora kötük kimi olur, bərk olur, yorğun olur. Və oranı masaj etdikdə insan rahatlıq hiss edir. Yəni sən bədənəvi bir masaj elətdir. Və yaxud da ki, elə həmən ərazini yağ sürt və oranı yaxşıca ovxala. Gör necə o itib gedəcək. Elə şey olmur. Yəni hökmən deyildir bunu xurafata yozaq ki, sonra da biz də o hiləgərlərin əlinə fürsət verib, yəni onlar da başlasınlar bundan sui-istifadəyə. Yəni o hal var ha, deyirlər. Bəzən gördük video çaxlar var ki, bəli, video çaxlar vardır. Bizim onlardan xəbərimiz var. Yəni biz yoxdur deyəndə bu o demək deyildir, ondan xəbərin yoxdur. Xeyr, məlumat var bu nədir və bu sahə də var. Amma bizim düşündüyümüz deyil. Yəni bəlkə də belə hallar bizdə heç 10 mində bir olmur. Və gördüyümüz videolar da hamısı paranormal hallardır. Paranormal hallardır. O insanda müəyyən şizofren problemi vardı və bu da gəlir onun bütün sinirlərini oyadır və onun bütün içindəki hissləri oyadırlar və ondan qəribə səslər çıxır, qəribə işlər görür və beləcə hardaysa olmayan işi ona tərəf yozurlar. Və insan da elə bir məxluqdur ki, ona bir dəfə, 2 dəfə dedilər, o qorxdusa və ondan sonra o artıq onu özündə yaradır. Ona deyirlər özü-özünə təlqin. Yəni özü-özünü güclə xəstə edir. Normal adam idi, onu güclə xəstə etdilər. Yəni ona görə də hökmən deyildir, birinci onu fikirləşəsiz. O ən axırıncı fikirləşilən sözdür. Ona ehtiyac yoxdur və o da deyil. Ona görə dəyərli insanlar, belə şeylər gördükdə, yəni ağıldan çıxardın çıldağa getmək, molla yanına getmək, nə etdim, heç nə etmək lazım deyil. Sən müsəlman deyilsənmi? Sən dəstəmaz alıb, ayətül kürsünü oxusan, sən Allahı zikr etsən, Allaha səcdə etsən, şeytan sənə necə toxunar? Kimdir şeytan sənə toxunsun? Yəni, belə inanmaq lazımdır. Özümüzü o qədər də ucuz tutmayaq ki, dəyərsiz adamlar bizdən istifadə etməsinlər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.